Özüm abituriyent olanda belə bir şeydən istifadə edirdim və bu mənim inkişafıma çox böyük səbəb olurdu. Adətən 11-12 arası mütləq yatırdım. Yatmazdan öncə mütləq 5 dəqiqə vaxt ayırıb bu gün səhər saat, hər gün 7-dən başlayıb oxurdum. Səhər saat 7-dən düz axşam o yerimə girənə qədər nə eləmişəmsə hamısını bir siyahı kimi beynimdə keçirirdim. Mən bu gün nələri etdim? Hansı dərslərdə daha yaxşı oldum? Hansı dərslərdə nələri etdim və nələr qaldı? Özüm üçün balaca bir siyah tərtib edirəm və salam. Həmin siyahdan sonra artıq o gün üçün özüm biraz tənqid edirdim ki, məsələn, bu şeyləri daha yaxşı edə bilərdim, etmədim. Və yaxud filan fənnə daha çox zaman ayırdım, amma bu fənnim qaldı. Yəni, gəlin belə düşünək. Sən tutaq ki, 3-cü qrup şagirdisən. Sən 3-cü qrup olduğun halda gündə 3 saat riyaziyyatın üstündəsən, gündə 1 saat Azərbaycan dilinin üstündəsən. Sən ən azından fikirləşməlisən ki, mən Azərbaycan dilinə təkcə buraxılışdan ibarət deyil axı hər şey. Niyə üçün də sənin balın yüksək olmalı? Sənin üçün nə fərqi? Hər riyaziyyatı yazarsan 18 dənə, 15 dənə, 10 dənə yaz, amma digər fənləri yüksək yaz. Yəni, məsələ bundan ibarət ki, sən o söz verib qaçanı qovmalısan. Sən sənə ən çox bal nə gətirirsə, onun üzərində daha çox qalmalısan. Və yaxud müəllimin çox istəyir uşaq, müəllimi çox istədiyi üçün onun fənnini daha yaxşı oxuyur. Baxmayaraq ki, həmin fənn ona az bal verir, amma digər əsas fəndə, məsələn, riyaziyyatına fikir vermir, halbuki alınır onda riyaziyyat, 1-ci və 2-ci qrupdur, amma düşüb, məsələn, 1-ci qrup olduğu halda dəli kimi düşüb Azərbaycan dilinin üstə. Yəni, əsaslara fikir vermək lazımdır, onların üstə çox düşmək lazımdır. Məsələn, səndə hansısa bir fənn alınmır, bu getmir. Amma digər fənn daha yaxşı alınır. Onda sən həmin fənləri daha yüksək yazmağa çalış. Yəni, məsələn, mən düşünürdüm, görürdüm ki, məndə ingilis dili yoxdur. Yəni, fənn olaraq biz bunu bir keçməmişik. Mən baxırdım, məndə ingilis dili yoxdur. Mən ingilis dilini 5 sual öyrənib yazacağıma, elə Azərbaycan dilinin tarixi, ədəbiyyatı daha qəşəng öyrənib, yüksək yazaram, buradan itirdiyim balı o tərəfdən götürərəm. Bu daha məntiqli, daha ağıllı qərardır. Siz də bu üsuldan istifadə edə bilərsiniz. Düşünürəm ki, heç bir itirəcəyiniz bir şey olmaz. Bu arada, imtahana kimi bizlə sürək qruplarımıza qoşularaq hər gün hazırlaşmaq istəyirsə, hər gün dərs keçmək birbaşa bizlə canlı olaraq, yəni onlayn şəkildə təbii ki, amma canlı açılır. İmtahana kimi hazırlaşmaq istəyirsə, proqramı rahatlıqla 2 dəfə bitirəcək, yəni belə gedirik də, bir dəfə aşağıdan gedirik, bir dəfə ümumi gedirik. Və bu şəkildə hər gün tapşırıqlar verilir, ona uyğun deməli, canlı yayım edirik, sual-cavab edirik, səsinizi açırıq və yaxud suallar verirəm, tez-tez rəylərdə cavab veririk. Bu şəkildə hazırlaşırıq. Qoşulmaq istəyənlər 055 597 0151-ə yaza bilərlər.